Vəfadar Bağıroğlu ürəyindən olmuşdur. Bəzəkatan da təbii gəldi, yeri gəldi, Allah Allah. Və biz hər bir əhli məclis bu məclisə öz töhfəsini verməlidir. Çünki burada olanlar hamısı Bağır müəllimi sevənlərdir, ona məhəbbəti olanlardır. Onun bu xoş gününə dəvət alıblar. Bağır müəllimin bu 80 ildə nə qədər durub oturduğu insanlar olur. Görsən qəlbirliyib, ələkdən keçirdib qaymaqları dəvət edirlər. Bu elə belə deyil, bunun özündə bir hikmət var. Ona görə mən istəyirəm burada iki ağsaqqalları burada əyləşiblər. Onları dinləyək, sonra Bağır müəllimin şagirdlərinə söz verir. Buyurun. Sizin hamınızı bu hoş meclise salamlayıram. Bağır müəllimi 80 illik münasibətilə, yüklük münasibətilə səmi qəlbən təbrikləyirəm. Ona üzüm ömür can sağlığı artacaq. Bağır müəllimlə mən dost olmamışdan əvvəl Yusuf müəllimlə dost olmuşam. Yusuf müəllim həm mənim həmkarımdır, həm də gözəl şəxsiyyət, gözəl insandır. Sonra da Bağır müəllimlə mənim dostluğum olub. Bağır müəllim gözəl şəxsiyyət, gözəl müəllim, həqiq pedagog, istedadlı bir jurnalistdir. Adam var ki, görəndə ürək dönür dağa, adam var ki, görəndə ürək dönür yumağa. Adam var ki, üzün görürsən, sevinirsən, adam var ki, üzün görmək heç istəmirsən. Adam var ki, yaxşıdır, adam var ki, üzün görməsə yaxşıdır. Adam var ki, nür tökülür gözündən, adam var ki, zəhər tökülür üzündən. Bu dediyim kəlamların bütün müsbət tərəfləri, müsbət xüsusiyyətləri Bağır müəllimdə var. Bağır müəllimi illər boyu tanıyıram başı yoldaşlar ki, Bağır müəllimi tanımağa bundan sonra kəşf etməyə ihtiyacı yoxdur. Çünki Bağır müəllim bütün insanın xüsusiyyətləri özündə cəmləşdirmişdir. Mən Rusyası Nikolay Alekseyevich Ostrovskinin Как Zakhalyaya Stal romanının baş qəhrəmanı Pavel Karçaginin monoloqunda bir söz söyləmək istəyirəm. Deməli, burada Rüstüm müəllimi oturur, Əşrəf müəllim, Şırxa müəllim, bəlkə başqa müəllimlər də üstündən belə. Deməli, məsələ orasındadır ki, bu romanın baş qəhrəmanı Pavel Karçagin xəstələni elə bir vəziyyətə gəlir ki, dözülməz hala düşür. Ona görə o belə bir ifadəsi var. Özü özünə deyir ki, умеешь жить тогда, когда жизнь становится невыносимой, чтобы не стыдиться за прожитой жизни. Mənası o deməkdir, yəni ki, sən həyatda onda da yaşamı bacarırken ki, həyat dözülməz olur. Qoy sən yaşadığın həyata görə xəcalat çəkməyəsən. Bağır müəllim elə bir həyat yaşayıb ki, o həyatına görə heç bir xəcalat çəkməz. Çünki Bağır müəllim istədiyini eləyib, dediyini deyib, hər sahada öz fəaliyyətini göstərib. Ona görə mən istəyirəm Rusçada bir şeir deyəm, bu как разлетела anadan olduğu gibi. День рождения поздравляет маму Маша. День рождения поздравляет масло каша. День рождения поздравляет столья стул. День рождения поздравляет каждый дом. День рождения поздравляет папу детвора. День рождения поздравляет Багыр Мэлима все друзья. Багыр Мэлим, я поздравляю, желаю здоровья, счастья, чтобы ты всегда был таким счастливым, таким молодым. Пусть твой путь будет для нас все примером будет. Я еще раз поздравляю, желаю тебе здоровья и поздравить твоих братьев. Большое спасибо всем. Çok sağ olun, Məmnun Talıqqa tərcüməsini bilirəm. Deyir ki, Bağır müəllim, sən yaşadın 80 il, bir də yaşa 80 il. Sənin Azərbaycanın dəycin daqa 80 il. Bu tərcüməsi olur. Ben bu radyo aldım ki, çok yakındır. Bunun səsində nə istəyəm, bunun dərsində. Bu səslər uzaq. Mikrofonda
mikrofonda. Ya iş nədəndir, həmin bu yaşıdır. Bu nə danışdı sən? Sənin gözəl səsin var, ay Şükür müəllim. Yəni bu mikrofonda, elə keləmə. Bu mikrofonda danışır. Büləndim Məlikov. Sizdən xahiş edirəm. Məclisdə birbirimize hörmət eləyək. Şükür danışırsa, şükrə qulaq asaq. Ələşrəf müəllim burada az danışdı. Ələşrəf müəllim, elə adam var ki, burada olurlar, bizi o məclisi görmürlər. Qoy danışsınlar. Məsələn, Ələşrəfin yanında bir cavan oğlan var, o da Şirin. O gözəl məclis aparır. O, deməli, o kino yazır, kino çəkilişində, İsti Suda, Teymur Mustafayev o məclisdə iştirak edir. O məclisdə o, Kazım Aslanlı'dan elə qəzəllər deyir, mən o qəzəlləri bilmirəm. Mən musiqi bəstəliyim və onun nəvələri onun o şeirlərdən deyir. Bunları indi deməsə haçan deyəcək. İndi xahiş edirəm, bizim bu məclisə düşmüşük. Hətta onu mən eşitmişəm. Şükür müəllim eşidir. Amma elə adam var ki, kompüterə baxır. Məsələn, mənim Hacı Mirzə dostum var. Buna söz verəcəksən. Hacı Mirzə ayağa deyir. Hacı Mirzə Lənkəranın en gözəl ziyalılarından birisidir. 44-cü ildə anadan olub. 5 oğlu var, 4 kızı var, 5'i de adi təhsillidir. 5'i de indi direktorluğu 50 il idi, benim oğlanları direktordur, 5 müəllim. Yəni bu hacıdır, mənim dostumdur, özüm dostluğu necə? Mənim qaynatamın atası qardaş olub. Bir tapmışıq, bir 6-7 il, mən bunlara gedirəm, bu bizə gəlir. Məsələn, mən Kərbalaya gəlmişdim, Kərbalada, bu qoyun gətirdi. Olan şimdi bu kadar bir Hacı Nadir, Etibar Sadıq qoyun gətirdi. Bir defa bu kişi öz arvadıyla, öz direktor oğluyla, öz divasıyla geldi. Sözüm o qurbanlardan dönüyor, o 150 mahtı koşta değil. Yani bu o kadar değerli bir insandır. O kadar güzel bir insandır. Öyle sizin kimi elə həyat yolu keçib də 44 təvəllüd nə olan şeydir ki? Elə bir gözəl həyat keçirib ki, bu Lənkəranın 40 ildir, 50 ildir Lənkəranın məclislərində iştirak edir bu adam. Özellikle məktəb direktoru olub, özü elə bir insandır ki, tanışdır. Elə bir məclis olmuyor ki, bu Hacı Mirzə orada iştirak eləməsin. Məclisimizdə iştirak edir. Yanımızda Şükür müəllimin dostu, mən də Şükür vasitəsilə tapmışam onu, Hacı Rizvan. Çok güzel insandı, özde bizim Zəvilənin yanında bir kənd var, Sinyoğlu kəndi o kəndəndir. Çok o sən 46-47 təvəllüddür, bu 44 təvəllüddür. Bu dostları, yani deməyim budur ki, məsələn, Ağamlar mənim ayağa durağam mən. O sizin o, bizim o çıxışımızı görmüyor, indi gəlir bura. Bu kəndəndir, vaxtilə mən direktor işləmişəm, 3 il bizdən gəlib işləyib. Yezdətdə orada çayçıdır, dünəndən xahiş eləmişəm ki, Ağamları gətir. Amma o mənim Kərbalaya gedən Mikail'dir, kimdir o? O məndən Kərbalada olub, sentyabr ayından oktyabradan. O gəlmədi, dərəl yoxdur. Hələ bunların bir ataları var, Qubat işi. 30 il bundan qabaq bu Əhməd müəllimin yubileyini burada keçirmişik. 30 il bundan qabaq, onu çəkilsə məndə var. Və belə indi oğlanları bizə xidmət edir, sağ olsunlar, dəyləşik sağ olun. Amma belə məclisimiz o xananda gözəl oxuyur. Vaxtilə bir 10 il bundan qabaq mənim məclisimi aparıb, oxuyub. Onu hər vaxt bilədir. Amma elə yeni səslər var burada. Bu yeni səslərə gəl alışaq. Kəşf eləyək, hə. Bunlara söz meydan ver. Bu da kimdən ifadə elə. Teşekkür ederim, sağ olun. O, var mənim, o ki var, bu Abış var ha. Abış həqiqətən hər navoydur. Deməli, estradada oxuyur, xalq mahnısı oxuyur, muğam oxuyur. Hə, hamısını eləyir. Amma Abış gələ bilsin ki, onlar hamısı bu ştat da olsa, Koladanın ştatı. Koladan. Ahmet müəllimə söz veririk, sonra söz məclisi verəcək Xudaşirin Cəbibə. Xudaşin azdan.
Bana söz verdiğiniz için sağ olun. Bütün bu məclislərini mən salamlayıram. Hoş geldiniz deyirəm. Bağır müəllim, Allah sizə can sağlığı versin. Bağır müəllim, nə yaxşı ki, mən sizin yanınızda qalmışam. Sağ olun, salamat olun. Şəkilləri mənim evimi versin. Allah sənə... Şəkilləri mənim evimi versin. Bəli, bizdə də var. Böyütmüşəm, koymuşam. Bağır müəllim, siz çox... hörmətli insansınız. Mən sizin hörmətinizi orada görmüşəm məktəbdə. Mənə deyərdin ki, bazar günü gəlmə, birinci gün gələsən. Gələrdim, görərdim, Bağır müəllim mənim evimdədir. İnanın, deyərdi, sən yol gəlmişsən, get çay deyil, sonra gəl. Bağır müəllim belə insan adamdır. Bağır müəllim, sizin 80 ilinizi mən təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da Allah sən üçün nə qədər ömür payı ayırıb, onu şən firavan belə bu yoldaşlarla, öz kənd əhalisi ilə keçirdəsiniz. Sizin belə ki, təriflirlər, doğrudan da siz tərifə layiqsiniz. Allah mənim qardaşlarımın canı salamat eləsin. İnşallah. Müəllim məni biraz daraqdırdı bayağı. Amma Yusuf müəllim oldu. 20 il Kolatanda məktəb direktoru oldu. Hala 55 il müəllim, müstəqil müəllim yox. 20 il Kolatan məktəbində direktor olmaq, bu böyük şeydir. O xəstə idi, amma dedim qardaş, gələrsən, bu da məni işləyib gəlirsə olsun, Yusuf müəllim. Laf yaxşı eləyim gəlir, Bağır müəllim, mən sizi öpürəm, bağrıma basıram. Çox sağ olun, salamat olun. Allah sizə can sağlığı versin. Teşekkür ederim. Mən istəyirəm ki, bir balaca musiqi reklamını pauza eləyək, ondan sonra təzə sətirdən başlayalım. Söz musiqinindir, abi, şərət, quzu gəlir. Dünyanı dolaşsan, hara geçsen,
Vahitlə bir yerdə cıdır düzündə Müəllimlə bir yerdə yaşıl düzündə Gözəl Qarabağa bir salam verər Gözəl Qarabağa bir salam verər Akırdım, adeydim, akırdım, adeydim Hey, 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 hey Perde perde verey sessiz Perde perde verey sessiz Yürek şad olar mükemmel bitmesin Yürek şad olar mükemmel bitmesin Onun gezen yeri bize kim dese Vurgun gezen yeri bize kim dese Ahmet o yerlere bir salam verer 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 Aleydim akıldım, aleydim akıldım Hey 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 Bir baş geldi sazın işin var elinde Bir baş geldi sazın işin var elinde Bir dakikada bir salam verin Bir dakikada bir salam verin Vakitle bir yerde cılır gözünde Vakitle bir yerde cılır gözünde Güzel Qarabağa bir salam verin 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 Ay ay Çok sağ ol. Avuş, sənə quzu kəsim. Allah Taala sənin səsvə məlahət bəxş edir. Deməli, bu günə Bağır müəllimin bu şadlıq məclisində SMS-siz, zatsız muğam festivalı olacaq, şeir, poeziya festivalı olacaq. Ona görə heç səsənə, amma iki qonağımız, bunu Zamiqan edir. İki qonağımız özdəki Bakıdan Rafi müəllim bu məclisin, bu toyun sədasına gəlir. Çox əcəb elib gəlib, qədəm əzizlib gəlib. Özdəki Xanəli müəllimlə Rafi müəllimə bir də eşidək, çünki onların registrasiyası başlayır, ona girmək istəyir. Xanəli müəllim. Rafi buyur. Məsələn, amma hər kəsin ana dili var. Bizim Türklər gərək bizim dili də öyrənəklər, heç olmasa. Sumqayıtda mənim dostlarım mənə xətir talış dilini öyrənir. Mən özüm Sumqayıtda doğulmuşam. Mənim dostlarım mənə xətir talış dilində məndən danışırlar. Dövlət dili başqadır, ana dili başqadır. Bağır müəllim, ilk ələn təbrikardan, xıda şımə ömrü şımə muallarda öcək. Sabi, sasi, Xanəli müəllim qəşəyə davətə çəşəli qıdız demin. Sabi, sasi, desə, çaşisi, bıjişot. Xıda şımə nəvo, nəticon, kutuncon, başma ailə, başma xeyzonu, hecun xeyli o bıcanon. Xıda şımə hecun heyvə bıqə. Xıda şımə hecun çəmə səy bıqə. Mübarək və sabah. Bağır müəllim, çok sağ ol ki bugün bizi bir yere yığdın, bizi görüştürdün, güzel, zavallı dostlarla, yoldaşlarla bir de görüştürdün. Buna göre sana sağ ol diyoruz. Biz senin əsabilliyinin işığına yarışmışıq. Veya başka bir mövzuda şiir okudum. İndiki
bizim kardeşimiz Şükür müəllimə icazə verib, sənə həsr etdiyim bir şeiri, əfsus ki, bu kitabda yer ala bilməyib, onu oxumaq istəyirəm. Baş vurub həyatın sınaqlarına, şükür, haqlayıbsan 80'i bağı. Dözərək zamana qınaqlarına, açılıb ömrünün yelkəni bağı. Talışda qoynuna səslədi səni, ondan qüvvət aldı vüqarın, əzmin, nigarın, şaxanın bəslədi səni, əbədi çəkildi qəlbinə rəsmin. Həyatın dolanbac pillələrini elminlə, fəhminlə çıxmışsan mətin, görsən də dövranın dərdi sərini, ucaldıb adını saf məhəbbətin. Yaşadıb cəddinin dadı, duzunu, salamat çıxmışsan hər bir xətadan, alıbsan ayağa ömrün uzunu, həyatın dərsini Həzər atadan, Allah onu rəhmət eləsin. Yaşadığın ömründə özəldikləri, indi gəz bu xarab papaqda ağa, səni bu həyatın gözəllikləri hələ çox gözləyir qabaqda ağa. Bağır müəllim, Ümrişli numarıcı və Küləton umarıcı, Ümri sini haşlı beda, dönü həmə işli beda, Tezo, qanav, bışı, bışı, bıcı, bıcı, bağır, bıcı, sabis bıcı, si bıcı, çedönü kukubu, si, bıcı, bıcı. Algış, algış, yaşa, yaşa, 150 de yaşa, Allah seni salamet eləsin, buyur. Ürəkdən almışlar, o zaman Akşaklar şairimizin eşki olsun. Mənim 20 sakit ol, sakit. Mənim 21 yaşım var idi. 58-ci ildə müəllim işləyirdim. Mənim babam Mirzə kişi, şadmanlar ilə məni apardılar qızlara. Bunun əmisi Nuru müəllim var. Ev tikməyə. 3 ay işlədi orada. Evin işini bunu anası görür, atası görür. Nurunun arvadı meydana gəlmir. Bu adam necə gözəl insandı. İndi o Talış kinolarının qəhrəmanıdır bunun anası. Kim külbünə qaba baba deyil. Və deyilən bir oğlumuzla Bakıya gidib. Kimdir? Xanali. Talış deyildi onda. Gəldi tanış oldu. Gördüm ben bu gelip Asiye girip. Bunu 58-ci ildən tanıyıram. Xanali sonra şeirlər yazdı. İndi Xanali nəinki Masallıda ta Astarayacan, Lənkəran Astara dedik. Bu adam əsl zəhmətkeş adamdır. O öz ürək sözlərini yaptı. Ben bunun bütün yaratıcılığına ben yaxşı bələdəm. Çünkü bu Talış dilində olan bütün yazıları ben oxuyuram. Bu bir təzə bir məşəldə yazıb ki, kimi buna cabalı, müəllimi, şairi, ama en çuluk havatta, corab havatta. Bu adam bugün bana dedim. Dedim sen burada ali təhsilli qardaşım idi, zamana elə dönüb ki, bu gidip corab satır müəllim. Və bu yazır ki, mən də kitablarımı qəzet jurnal satıram filan eləm. Ben de bir şey yazarım ama ona demişəm, biz olmarıq. Sen de olmazsan Xanali. Ama senin eserlerin qalacaq. Bu Xanali dünən də o Alam jurnalında çıxış edib, bu ona haqqında götürüblər. Yazır ki, Tofiq İlham böyük adam. Düz yaşda o deyir, məndən balacadır. Amma mən deyir, Tofiq İlham mənim müəllimim olub. Gör, nə qədər bu böyük bir insandır ha. Bürənki də Alam jurnalında oxuyacam. Bunu bəziləri deyir, nəvəli filandır, amma bu Xanali Toruş əsl Azərbaycanlıdır. Əsl Toruş. Adamlar Xanali Toruşun adından qaçır. Axı bu nə yazır ki? Bu insanın qəlbi. O Seyid Sadı haqqında bir poema yazır. Onun oğluna dedim, nə verdim, nə verdim, 50 manat. O da nə 50 manatlı şeydi o. 70'likər kuplet şeir yazıb Seyid Sadıqa. Mən deyədim, en gözəl əsəri Seyid Sadıqın əsəridir. Yəni, belə işidir o. Əhməd də təsdiq edir ki, biz olmarıq, adımız çəkilməz.
Amma Xanəlli yaşayar aşağılarda çünki çap oldu. Allah sizi yaşasın. Allah sizi. O ilanar kızardı, vakti soğuştu. Payını dermedim, budağda kaldı. Hamı könül verip yara kovuştu. Bəs bizim toyumuz ne vakta kaldı? Bunu çalın, benimle bağır oynayacağım. Ürəkdən bu sifarişi almışlar. Ne oldu be? Burada pul xərcləmək yok. Ama evet, yollar. Kırmızı kartuşka. Başla. Mən o mahnıya həqiqətən düşündüm. Məndə o rəhmətli xanın da ifasında var, Sabir Əliyevin ifasında. Mən o mahnıya deyəcək müraciət eləməmişəm. Ona görə adam gərək bildiyi şey elədir. Amma o mahnı o deməkdir, o musiqisində bələddə öyrənir. Yəni, mənim o səs repertuarıma oxumamışam indicə. Yəni, indi ona görə deyirəm, gərək... Sana teşekkür ederim. Ancak bundan sonra repertuara dahil elə, nağaranı yerə qoyma, səhərə quzu səsi. Buradan Dağır müəllimin şahı yerləşir. Özdəki uzun müddət bir kollektivdə çalışıblar. Kılatan Orta Məktəbin direktoru Ağamıza Müslümün buradadır. İskəndər müəllim, şair qardaşımız İskəndər Dərya buradadır. Və bizim Kənd Ağsaqqallar Şurasının sədri, Ağır müəllimin şagirdi, Adil müəllim buradadır. Və bizim hamımızın məhəbbət bəslədiyi həkimlərin həkimi, Ağsaqqal həkimimiz, mən bir dəfə dedim ki, bu həkimlər Hipokrat andına sadiq olan həkimlərdir. İndi hansı ki and içmir, saxta and içib, onlar heç həkimlik deyirlər. Eləyəndə də onların iynəsinin təsiri olmur. Bu kişi isə bizim fəxrimizdir. Bizim həmişə hamımızın boynunda onun haqqı var. Mən əvvəl istəyirəm doktor dinləyə. Çünki o bizim ağsaqqalımız. Buyur. Sağ ol Şükür müəllim. Biraz daha sazım bağışlayın. Hani Bağır müəllim de yok ki burada.
Bağır müəllim, orada da Bağır müəllim haqqında danışmaq həm asandır, həm çətin. Asandır ona görə çox uzun müddətdir ki, 70 ildir onu tanıyıram. Çətindir ona görə ki, onu tanımıram. Bağır müəllim həmişə emosional adamdır. Bir şey yadıma gəlir. 1973-cü il 5-ci kursdayım, təsadüfən Bağır müəllimə həvas gəldi Kirov parkında. Mən də talaba yoldaşlarıyla 3-4 nəfərlə görüşdük, öpüşdük. Uzun illər keçdi, həkim işləyirəm. Bağır müəllim qayıdıb dedi, otur, səni mən qonaq elədim ama, dedi, yox. Qonaq eləmədim. Dedi, kaş səndən o vaxtında görüşməydim. Sonralar Bağır müəllim yanına gəlib, gələk bunları qonağı dedim, tələbə də oxu. Bağır müəllimin həmişə elə işlər var axı. Bir əvvəldən Bağır müəllim 1900 yaşıdır var, 58-ci Təzəxan müəllim gildə bizə daş deyib, cavan, simpatişli olan gəlirdi. Bunlar bir böyük qardaşım, mərhum qardaşım sol kolxozda bir at götürmüşdü. Həzərdayı da bir dənə ağ rəngdə at götürmüşdü. Bağır müəllim də atı çapanda bircə mən gördüm, 4-cü sinifdə oxuyan Cəlaz Ürüşağa. Vayzələrini evi yanında at birdən çövrildi sağa, Bağır müəllim düşdü yerə. Mən gəldim, görmüsən qalıb səndədir, uşaq edildi, indi deməzdim. Mirzə Bağır'a dedim, sinif yoldaşı bizim müəllim atdan düşdü, dinə danırsan, dedim, Allah qurbatdan düşdü. İndi Bağır müəllim təzə kostyumu geyinib, o bir kostyumu dəyişib, elə içəri girən kimi sinifə, 58-ci deyirəm Bağır müəllim, 4-cü sinifdə oxuyordum. Mirzə Bağır bir ağızdan dedi, müəllimiz kostyumu dəyişib. Bağır müəllim bildi də, tək onu görən mən olmuşam. Gəldi üstümə 5-6 dənə çəkdi mənə. Bağır müəllim, indi deyirəm, halal xoşun olsun. Bağır müəllim, Allah Teala sana o qədər ömür versin, nə qədər Allah Teala qismətdir eləsin. Arada eşidirəm, zamıqan edirsən, eləmə onu. Sənə can sağlığı, möhkəm can sağlığı, bütün arzularını götürəsən. Var mənim bilsən, məndə həmişə belə bir qoy sənə deyim. Götürün bir danışım, alım var. Mən otururam o vaxt cavan vaxtımızda. Onda bədə atan deyərdim, o gücü sən bilirsən, dedi daha yoxdur. Allah səni yaşatsın. 100 yaşa, nə qədər istəyirsən o qədər, sənə möhkəm can sağlığı, qardaşlarınla bir yerdə, çünki həmişə sən öz qardaşlarınla, atananla fəxrlənirsən. Allah daimizdə, dayarvanda rəhmət eləsin. Sənə 100 il ömür razı edirəm, dayı. Sağ ol. Teşekkür ederim. Doktor deyir ki, Bağır müəllim o vaxt atdan düşür. Bağır müəllim atdan düşüb atlanır, tramvaydan tramvaya tullanır Bağır müəllim. İstədim ağamıza müəllim dinləyək, 200 saat dinləyək, ondan sonra mərsi verir, Xudayşirin cəmiyyəti. Buyurun. Hörmətli Bağır müəllim, mənim birinci müəllimim olub, hazırda bizə dərs deyib, rəhmətli Molla Seqovanın evində olub, 2-ci mərtəbədə. Sonra Bağır müəllimlə biz görüşmüşük, bir yerdə işləmişik, 74-cü ildən 8 il Sırdaşda, Sırdaş 8 illik məktəbində. Bağır müəllim direktor olub, mən də onun müəllimi. Piyada gedib gəlmişik Sırdaşa. Sonra da 2009-cu ildə mən məktəbə qaydanda, ondan sonra yenə 2 il bir yerdə işləmişik. Bağır müəllimin haqqında ancaq yaxşı söz danışa bilərəm, çünki bizlik görməmişdik. Onun yaşıdları nəsə deyirlər onun haqqında, biz onu deyə bilmərik. Bağır müəllim, sizin 80 yaşınız mübarək olsun. Sizin kitabınız, yazdığınız kitabınız uğurlu olsun, ardı gelsin. İnşallah 100 yaşa. Sağ olun.
Ruslar demişler ne oldu bura? Hamınızı salamlayıram aziz qonaqlar. Hörmətli kolatanlar. Xoş gördüyümüz. Bugün doğrudan da çok güzel bir gündür. Biz de hamımız sevinirik. Bağır müəllim rəhmətli atamla həmkar olub. Hər ikisi direktor işləyirdi. Atam ona bağırlı deyər demiş. Maaş günləri zəng eləyərdi, sabah gedəcək maaş almağa. Onu bağırlı çağırardı. Maarif müdürlüğü işləyir, rəhmətli atam. Uşaq mərkəsə dedi, 52-ci ildə 3 ay cəmi direktor Maarif müdürlüğü işləyir. Yaxın dostluq nəysə eləyib, onu müdafiə edib işdən çıxardıblar. Biz məktəbi qutardı, Xansil müəllim, mən bir də Gülağa müəllim. Xansil müəllimlə Gülağa müəllimin təyinatını verdik Koladan məktəbinə. Mənim təyinatını verdim Bala Koladan məktəbinə. Sonra da əskərliyə getmişəm, indi mənim burada bir fikrim var. Önce ərzə yazdım, getdim, dekabr ayında. Yanvarda qayıtdım, gələn işə qəbul olunmaq. Məni verdə Sığırdaş kənd orta məktəbində şairlərim var, Bağır Güləli müəllim buradadır. Mən nə biləydim, mən uşağım da, nə bilim bu tarifikasiya avqustda gedir. Sən deməmişəm, müəllimlərim dərs saatlarından alırmış, mənə verilmişlər. Rəhmətli Haşim mənim Allah rəhmət eləsin. Dedi, sən narahat olma, hər şey yaxşı olarlar. Bilsəydim, elə də vallahi azlar yerdim, onu yeməzdim. Onu indi başa düşdüm. Bilməyəndə bir 5 ildən sonra. Həmin işdə Bağır müəllim bizə köməkliydim. Bir də Sovet dövrü idi də. Sovet dövrü biraz insan məsuliyyət daha çox idi. İftihari siniflər üzrə direktor müavini idim. Onda məlumat verdim, siniflər vəziyyət nətərdi. Bağır müəllimdə ikinci sinifdə dərs deyir. O yazı işlərində biraz nöqsan var idi də, biraz nöqsan. Onda da deyildir nöqsanı. Mən bu nöqsan dedim, Bağır müəllim, sən deməmiş, ay dədə vay, nədə vay. Onda dedi ki, nizadı var. Bir balaca onda özünü göstərdi. Düzdür, Bağır müəllimin şagirdi olmağı nəsib olmuyor bizə. Rəhmətli Ali müəllim bizə dərs deyir, 1-ci, 4-cü sinif. Sonra da adıdan deyir, ədəbiyyat müəllimi Əhməd müəllim olub. Bağır müəllim şagirləri Şükür müəllimdir, İsfəndiyar müəllimdir, Amizə müəllimdir, Xanzil müəllim. Və mənə o dərs demək nəsib olmuyor. İndi biz də bugünkü gündə, bu şad günündə nəysə bu. Təbrik edirik sizi. Çox gözəl ömür yaşamışsınız. Nəticə görmüşsünüz. Arzu edilən kötücə görəsiniz. Yadicə görə, biticə görəsiniz, iticə görəsiniz. Hamıya buna, həm də biz də həmin günlərin şahidi olaq. Özümüzcə bu dua edirik bunu. Sağ olun, var olun. Allah nə qədər sizin tarixdə ömür yazıbsa o ömür yaşayın. Sağ olun. Ali müəllim, çox sağ ol. Bağır müəllimin bu əziz-ciramı qohumu, mənim dayım Nazım dayı buradadır. Söz desin, təbrikdir, ağasan. Özdə əmi oğlusan, sonra söndə mənim nə şeir deyər. Mən də qoşuluram təbriklərə. Ağır müəllim, mən də ürəklə təbrik edirəm 80 yaşınızı. Öndəki çox gözəl günə təsadüf edirik sizin bugünkü günü. Allah can sağlığı versin, uzun ömür. Çox sağ olun. Söndə mənim buyurun. Aziz dostlar, hörmətli qonaqlar, bugün hamımızın taleyinə xoş bir təsadüf, xoş bir gün düşür. Biz gözəl ziyalı, hətta şöhrəti, adı, sanı Azərbaycanın hududlarında çoxdan önce adlamış gözəl bir insanın 80 illik yubileyinə yaşmışıq. Və hamılıqla bu gözəl insanı ürəkdən təbrik edirik. Ona can sağlığı, uğurlar arzulayırıq. Bağır müəllim doğrudan da ziyalılar ziyalısı. Mənəvi zirvənin ən yüksək həvəsində dura bilən bir insandır. Biz hamımız ondan örnek almışıq. Onun insanpərvərliyi, onun həyatsevərliyi, onun qərəzsizliyi,
o hamıya doğma bir insan kimi, doğma bir adam kimi münasibət bəsləyib və hamının ucalığında fərəhlənib, sevinib. Biz Bağır müəllimin həm də mənim ilk müəllimim olub. 1958-ci ildə ilk dəfə biz hazırlıq sinfinə gedəndə biz cavan Bağır müəllim bizə dərs deyib və ona görə də bugünkü uğurlarımıza görə elə bünövrəsini yaxşı qoyduğu üçün ona minnətdarım. Mən Bağır müəllimi həm də vəsf etməyi sevmişəm, çünki o ürəkdən gələn sözlər olub. Bugün də ona kiçik bir şeirimlə töhfə hədiyyə vermək istəyirəm. Dünya ətəyindən gəl boşalt daşı. Qoyma şahiyələr yeri dolana, deyirlər Bağırın 80'dir yaşı, inana bilmirəm gerçək yalana. Ağlın başında mı ay qoca zaman, nədəndir yolunu yenə azıbsan, gənclik təravəti qanında olan insana əlavə sən yaş yazmışsan. Axır ürəyindən məhəbbət çayı, ömrün cilovunu boşa buraxmaz. Göylə uçsa da illərin sayı, onu qocatmağa hünəri çatmaz. Bəlkə də tarixin öz hesabı var, anlamaq dərdinin yükün çəkibdir. Lakin tən yetən həmişə bahar, yaxşılıq toxumun ancaq əkibdir. 100 yaşa, varlığın elə mükafat, Kərbəlayı kimi artıq şöhrətin, yolunu gözləyir indi ərafat, qoy keçsin həyata əz ziyarətin. Ben size təbrik edir, can sağlığı. Təşəkkür edir İskəndər müəllimə. İskəndər müəllim şeirlə dedi, indi musiqinlə şeyləri desin, sonra məclis gedir, obursuz stola, Xudakir'in cəliyi öyrəcək. Əziz dostlar, sevimli məclis iştirakçıları, 80 il yubileyinə böyük istək, ehtiramla yığışmışıq. Əfsanəvi qəhrəman Bağır müəllim nəslimizin şaheseridir. Əgər Nobel mükafatını səmimiyyət və dostluq meyarlarına görə verişlidirlər, ilk laureat Bağır müəllim olardı. Mən atasız vermişəm, lakin Bağır müəllimi indi də özümə mənəvi və ruhani ata hesab edirəm. Bu bizim nəslin hörmət atasıdır, bu elin atasıdır. Bunun qəlbi o qədər genişdir ki, Əhməd mənim kimi böyük insanı özünə dost edib. Əhməd mənimlə Bağır mənim dostluğunu bilməysəm alqışlayaq, çünki bu dostlar bizdə yaşayan dostlardır. Əhməd mənim də deyək ki, 80 işlək elədik, indi Bağır mənim 80 işləkdir. Bu bizim böyük bir saadətdir. Mən bir gözəl tarix danışacağım, Bağır mənim də bu xoşuna gələr. Mən Bakıda